Gəlin bir videoda məhsul növ feilləri, həmçinin başqa feillərdən onun fərqlərini öyrənək getdik. Bismillah. Bəzəndi sözü nədir? Bəzəndi, otaq bəzəndi deyəndə otağı kimin bəzədiyini bilmirik. Birinci nə olmalıdır? Növ şəkilçisi olmalıdır ki, var burada. İkincisi də kim tərəfindən edildiyi bilinmir. Yəni, subyekt məlum olmur. Otaq bəzəndi kim bəzəyib? Bilmirik. Atıldı. Əli irəli atıldı. İşə üzərində görüb, qayıdış növdür. Amma top atıldı deyəndə topu kimin atdığını bilmirik. Həm də növ şəkilçisi var. Sıxıldı. Ayağım qapının arasına qaldı, sıxıldı. Kim sıxdı? Bilmirəm. Həm də növ şəkilçisi var, məhsul növ. Amma desək ki, ürəyim sıxıldı, bu zaman qayıdışdır. Çəkildi. Duman çəkildi desə, duman işə üzərində görüb qayıdışdır. Amma desək ki, şəkil çəkildi, kim çəkib bilmirik, məhsuldur. Daşındı, fikrindən daşındı desə, qayıdış növdür, iş üzərində görüb. Amma desək ki, yük daşındı, şirkətdə olur, gəlin yükünüzü daşıyaq filan belə. Bax, o olur nə? Məhsul növ. Toxundu olsa, corab toxundu. Bu zaman olacaq, coraba kimin toxuduğunu bilmirik, şəkilçi də var və məhsul növdür. Amma qolum harasa toxundu deyəndə qayıdış yox, çünki toxunmaq yoxdur orada. Məlum növdür. Parçalandı deyəndə hər hansı bir şey, ət parçalandı. Parçalamaq, parçalanmaq. Kim parçalayıb bilmirik. Bir də desək ki, süxurlar parçalandı, o artıq coğrafi bir hadisə baş verib. Bu zaman olacaq qayıdış növ. Qısası, biz məhsulla qayıdış arasında az da olsa fərqləri öyrənmiş olduq. Bu tip izahlar üçün videolarımızı izləməyə, kanalımızı izləməyə davam edin. Həmçinin aprel ayının 28 kimi başlayacaq. Deməli, dil ədəbiyyat müəllimləri, həmçinin ibtidai sinif müəllimləri üçün sürət qruplarımıza qoşula bilərsiniz. Eyni zamanda blog üçün sürət qruplarımıza qoşula bilərsiniz. Qoşulmaq üçün əlaqə nömrəsi 055 597 01 51-dir.